Salam dostlar, bugün sizə TikTokda öz bəyənmə sayınızı necə artıra bilərsiniz, həm də şifrəsiz bir şəkildə sizdən TikTok hesabınızın şifrəsi tələb olunmur, onu göstərəcəm və bu bəyənmələr vasitəsilə sizin paylaşımlarınız qısa bir vaxt ərzində keşfətə çıxa bilər. Çünki göndərilən bəyənmələr hamısı gerçək bəyənmələrdir, heç biri bot deyil və hesabınıza heç bir zərəri yoxdur. Nə edirik? Öz hesabımıza daxil oluruq. İlk öncə bu ayarı mütləq şəkildə etməliyik ki, öz hesabımıza bəyənmələr göndərək. Ayarlar bölməsinə daxil oluruq. Buradan yenidən ayarlar və gizliliyə daxil oluruq və gizliliyə daxil olaraq özəl hesab yazılan yer var. Hesabımızı mütləq şəkildə hər kəsə açıq etməliyik ki, biz öz hesabımıza bəyənmələr göndərə bilək. Ondan sonra mən öz hesabıma daxil oluram. Buradan hər hansı bir paylaşımınıza daxil olursunuz. 3 nöqtəyə basırsınız və bağlantını kopyalayırsınız. Ondan sonra bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qismində yazan hər kəsə 500 TikTok takipçisi hədiyyə edəcəm. Onu da qeyd edeyim ki, bu bəyənmənin sizin hesabınıza heç bir zərəri yoxdur, hesabınızın bağlanma riski yoxdur və hesabınız spama düşmür. Buradan bağlantını kopyaladıktan sonra biz Google-a daxil oluruq, axtarma yerinə takipçi.com bu saytı yazırıq, düzgün şəkildə yazın, B hərfi olan yaşıl loqolu sayt. Buradan TikTok paketlərinə daxil oluruq, TikTok bəyənmə satın al var, ora keçirik. Buradakı bəyənmə paketlərindən hər hansı birini alaraq siz də TikTokda öz bəyənmə sayınızı artıra bilərsiniz.